Buraxılış tipli bir sualla qarşınızdayım. Baxaq suala. Kompleks ədədin tərsini tapmağı tələb edir bizdən. İlk öncə bunu vurub açıb sadələşdirmək lazımdır. 3'ü bir dəfə 2'yə vururam, eləyir 6. 3'ü bir dəfə i'yə vururam, olur çıxılsın. 3'ü i'ni 2'yə vururam, olur üstəgələ i, üstəgələ 2 və i'ni də i'yə vururam, olur çıxılsın i'nin kvadratı. Bilirik ki, burada i'nin kvadratı mənfi 1'ə bərabərdir və olur belə mənfi 1, müsbət 1, bura edir müsbət 1, 6 ilə 1 toplanır, olur 7 və mənfi 3 ilə 2 i də bizə verir mənfi i'ni, olur 7 çıxılsın i. Deməli, ifadəmiz 7 çıxılsın idi. Bu kompleks ədədin tərsini tapmaq lazımdır. Yəni, biz tapmalıyıq 1 bölünsün 7 çıxılsın i'nin nəyə bərabər olduğunu. Təbii ki, bunu tapmaq üçün qoşmasına vurmaq lazımdır. Yuxarını aşağına vururuq, qoşmasına vururuq 7 üstəgələ i'yi, yuxarını da vururuq 7 üstəgələ i'yi. Yuxarı 1'ə vurulduğu üçün olduğu kimi qalır. Aşağı isə a kvadratı çıxılsın b kvadratı düsturudur. Yəni 7'nin kvadratı çıxılsın i'nin kvadratı bərabərdir. Yine 7 üstəgələ i qalır. 7'nin kvadratı 49 çıxılsın i'nin kvadratı da mənfi 1. Burada da təbii ki 49 və 1 toplanır, bərabər olur 50. Variantlarda bu şəkildə də görə bilərsiniz. Amma adətən variantlarda 50'də 7 üstəgələ 50'də 1 i şəklində yazılır.